Qəbulumuzda autizm spektrli uşaq oldu. Autizm spektrli uşaqlarda diş müalicəsi üçün xüsusi yanaşma tələb olunur. Çünki həmin uşaqlar yeni mühitə çətin uyğunlaşırlar və öz narahatlıqlarını ifadə etməkdə çətinlik çəkirlər. Amma bu demək deyil ki, həmin uşaqlarda diş müalicəsini etmək mümkünsüzdür. İstifadə olunan alətlərin səsinə, işığa qarşı həssaslıq olur və bu onlarda narahatçılığa gətirib çıxarır. Ümumiyyətlə, sensor həssaslıq, ünsiyyət problemləri, adaptasiya problemləri diş müalicəsi zamanı bizə çətinlik törədir. Əgər proses düzgün ardıcıllıqla və peşəkar bir şəkildə aparılarsa, daha rahat və effektiv şəkildə bir uğurlu nəticə əldə etmək olar. Hər bir yenilik autizm uşaqlarda qorxu və stresin yaranmasına gətirib çıxarır. İlk növbədə autizm uşaqlarla diş həkimi ilə tanışlıq çox önəmlidir. Onlara hər bir proses ardıcıl və vizual şəkildə izah olunur və bu da onlara öz növbəsində həkimə qarşı inamı yaranmasına gətirib çıxarır və stresin azalmasına. İkinci mərhələ isə mühitə uyğunlaşmadır ki, bu olduqca önəmlidir. Çünki otaqda sakit mühit olmalıdır. Onlarda sensor həssaslıq yüksək olduğu üçün parlaq işığa, səsə qarşı reaksiya verdikləri üçün mütləq sakitlik olmalıdır. Və üçüncü mərhələdə isə bəzi autizm spektrli uşaqlarda daha yüksək həssaslıq olur ki, bu cür uşaqlarla işləmək olduqca çətin olduğu üçün müalicəmiz sedasiya altında aparılır.